Kardeş, maşın 2016'nın maşınıdır. Üstüne de zapas təkər verirəm. Bonus, bir dənə də uşaq. Buyur, 19.000 ver, götür. Allah xeyir versin. Kardeş, indiki zamanda uşaq böyütmək zülümdür. Onu oturup hesaba tapardım. Ona göre uşaq qarşı satıram. Az, 17 il sonra xoş qədəndən götürürük, gəl. Atalan anı böyüsün, eşitdim oğlun olub. Sağ ol, sənin üçün olsun. Sənin olub. Beşin 3000'də mən doğdum da, cıra aldılar. Qəpiyim də qalmıyor. Könlümün sevgili məhbubda da belədir də. Yedin də budur, yemədin də. Yerəz. Atalan anı böyüsün, ay Vüqar. Uşaq öz ruzusu ilə doğulur. Narahat olma. Ayıq 14-cü uşaqdır, hələ ruzulusu gəlməyib. Elə bil ki, damrada bazara gedirəm də, bütün daşları yığıram əlimə. Hələ istədiyim daş gəlməyib. Bu da şeş qoşa, əlimdə qalıb. Yerəz, yer. Təbrik edirəm, ay Vüqar. Adını nə qoydun? Güya adını desəm nə dəyişəcək ki? Hə? Onsa gəlib Vüqarın yetimçəsi deyəsiz də. Böyün adı Uğurdur, Uğurun adını çəkimsiz. Yer. O, təbrik edirəm, uşaq dünyaya gəldi, hə? Yox əşi, 3-4 saatlıq uvaleniyyə çıxıb qayıdacaq da gəldi istirahət eləsin. Görmüsən doğulu, bu nə sualdır mənə versin? Yerəz. Salam ay qonşu, sizdən bizə yenə də su damırıq. Təzə remont eləmişdim, pis günə qaldı. Bu söz demək üçün mən düz 7 ildir gözləyirdim. Su damır, belə mənim oğlumun daş kimi. Təbrik edirəm, ay Vüqar, atalan anı böyüsün. Çox sağ ol qonşu, çox sağ ol, var ol. İlk uşaqları olan ailələr